Hər vaxtınız xeyir əziz izləyicilər. Əhmədlidə Kuraniya dairəsində Amal 2015 yaşayış kompleksində 3 otaqlı 124 kvadrat ümumi sahəsi olan təmirsiz mənzilimiz satışa çıxdı. Binanın həyət hissəsi, geniş həyəti var. Uşaq oyun meydançası var. Bir mərtəbə yeraltı qarajı var. Mənzilin şəhərə və dənizə olan möhtəşəm mənzərəsi. Qarşısında Kuraniya dairəsində yerləşən Heydər Parkı var. Bura Nəsrəddin Tusi küçəsidir. Mənzilin birinci eyvanı. Bura mənzilin giriş qapısı, dəhliz hissə, dəhlizi çox genişdir. Mənzildə mətbəx studiya tiplidir. Dəhlizin ön hissəsində nəzərdə tutulub. Mətbəx hissəsi də çox genişdir. Bura birinci yataq otağı, qarşısında eyvanı var, baxış həyətədir. Mənzil yel çəkəndir, hər iki tərəfə baxır. Bura ümumi sanitar qovşaq. Mənzilin ikinci yataq otağı, qarşısında eyvanı var, görüntü şəhər dənizi istiqamətindədir. Bura mənzilin qonaq otağıdır. Qonaq otağının ölçüsü də genişdir. Mənzil 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 124 kvadrat ümumi sahəsi var. Sənəd çıxarış dövlət ipotekasına tam yararlıdır. Gördüyünüz bu mənzilin qiyməti 217 min manat. 2000 əlavə sual olsa, buyurub zəng edə bilərsiniz. Sağ olun.